Sen məndən icazə almısan, mənim maşını basmısan içəri. İcazə almısan məndən. Şəxsi mülkümdür. Ay sən niyə deyil, yerində yaz protokolumu. Niyə yerində yazmırsan protokolumu? Ay ki protokolumu. Sən mənim üstümə niyə hücum edirdin maşından düşüb? Düş hücum elədə indi. Yəsizlikdir, düşürsən başından üstümə. 5 nəfər şahidim var. Düşdü mənim üstümə hücum elədi. Nəyə görə? Kim ixtiyar verib sənə? Kim ixtiyar verir vətəndaşla ilə danışmağa? Mənim maşıma harda məni saxlamısan? Məni harda saxlamısan? Maşın kimin adına idi? Mənim maşınımın kimin olduğuna baxıbsan kimin adınadır maşın? Niyə yerində protokol imzalamadın? Niyə tətbiq eləmədin protokolu yerində? Niyə eləmədin? Necə? Nə olsun yoxdur? 100 manat onun cəriməsi, 60 manat mənim cəriməmdir. Niyə protokolu yazmadın? Nəyə görə protokolu yazmadın? Qanunludur, haqqı tələb edirəm. Mən ağıllıyam, bir dəfə də dedə o sözü də mənə. Ağıllıyam mən. Eşitdin məni? Ağıllıyam mən. Mənə ağıllı ol deyə bilməzsən sən. Mənə ağıllı ol deyə bilməzsən sən. Niyə bayaqdan hücum eləyirdin? Yemədi? Şəratan nakişidir. Şəratan nakişidir. Lap da. Sən mənim üstümdən düşüb hücum elədin mənə. Mən şəratıram. Şəratan nakişidir. Yalan deyən də nakişidir. Su. Kim gəlir gəlsin bura. Bu bazar günü bu şöbəni sizin başda yıxacam. Görün siz kimsiniz? Mənim şəxsim kimi icazəsi içəri basırsan. Sən mənə deyəsən ki, gəlirəm rəisinə söhbət eləmək. Mənim maşını basırsan içəri. Xeyr ola. Mən səbirliyəm. Sən məndən icazə almısan.